Bugün Almaniyada oxumağın xərclərini hesablayırıq. Dövlət universitetləri pulsuz olsa da sizin burada yaşam xərcləriniz var. Gəlin real rəqəmlərlə bunu hesablayaq. Birinci, təhsil haqqı. Almaniyada dövlət universitetləri pulsuzdur. Amma siz hər semestr 100-300 avro arası rüsum ödəməlisiniz. Bu rüsuma daxildir universitet kartı, İctimai nəqliyyatdan pulsuz istifadə, tələbə xidmətləri daxildir. İkinci, kirayə yaşayış xərcləri orta aylıq hesabla 250-450 avro arası dəyişir. Qida və market 150-250 avro arası dəyişir. İctimai nəqliyyat tələbələrə pulsuzdur. Telefon və internet aylıq 20-30 avro arası dəyişir. Əlavə xərclər 50-100 avro arası dəyişir. Və bununla da cəmi aylıq xərclər 700-1000 avro arası dəyişir. Üçüncü, bloklanmış hesab. Almaniya səfirliyi üçün müraciət etdikdə sizdən illik yaşam xərci təqribi 11208 avro bloklanmış hesab tələb edirlər. Bu hesabdan hər ay 934 avro xərcləməyə icazə verilir. Amma siz Almaniyada iş tapsaz, ki bu heç də çətin deyil, sizin bu hesabdan istifadə etməyinizə ehtiyac qalmayacaq. Çünki burada işləyərək yaşam xərclərinizi qarşılaya bilərsiniz.